beşleri kanmazsan. Ben ne kadar kanmaz olsam da, öz cavan kızımı koca kişiye ara vermem. Ne vakit ben seni kocaya versem gitme. Kız benimdir. Ben bilirim. İsterim kocaya veririm, isterim cavana. Heh, kızım, razısan. Ne diyeyim? Benim borcum ata sözüne bakma, özün bile. Ay benim ağıllı kızım. Güzel kızım. Ben hele evvelden bilirdim ki sen atanın sözüne çıkmazsan. Odur ki kişiye söz vermişim. Bu akşam bize gelecek. Ayrı konaklara çağırmışım. Yaşlı hazırlık dönersin. He, kızım, ki seni görmek isteyecek. Ben sana izni veririm. Gidi oyna görüş, hiç korku vereme. Ne başıma xey, yani o kadar çirkin bir adam korka da bile. Ay kız, sen gel kısırlar. Ya neyim dersen korkma, ben de soruşturam can. Allah ekber, ay kız, bu mağdur. Sana demirəm, kəsəsi. Hayır, axı ben ne deyirəm, sənin acığın tutur. Kulluk sen otur, kulluk yerinde. Kes de şu heyvanın kızı heyvan. Sen beni boğazıma yığmadın. Senin başıma günü olmayacak. Sen beni ne yapıyorsun? Ay mürtelik balası bu. Ben seni bilirdim. Evime getirdim, kudurdun. Günlerde toy olan gibi. Hala istiyorsan reddol çıkart. Tutuştu gemuduna şad gördün köyü Mügeyi doldu o azad gördün köyü Ay aman aman ay 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 yazık Ne kadar desen pul vererem Sen gizim bana ver yine Görmede seni şad ederem Pul verim mi? Ver yine Yüz verersem mi? Vererem Tez verim mi? Ver yine Tez verersem mi? Vererem De yine sen öl Bu sen öl Mesele ise Ver elini De yine sen öl Bu sen öl Mesele ise Ver elini Yıkıldım. Ey büyük. Can.
Bey, mən istəyirəm bir qızı görüm, danışdırım, nedirsə. Heç sözüm yoxdur. Əyləş. Yaxşı. Deyəsən burada bir də nağ tük var. Yox, gərək darsam çıxsın. Zəhirmaz. Görünür zalim oğlu dəllək hənani tüt yaxıb. Dur, şarlatan. Yaxşı, indi mən papağımı necür qoyum ki, qızın xoşuna gəlsin. Əgər belə qoysam, onda qız məndən qorxar. Elə bilər ki, başı qoşsuyam. Yox, belə qoysam, onda da qız məndən hürkər. Elə bilər ki, Qarabağın pambıq beylərindənəm. Yaxşı, hər ya belə qoysam, onda da qızın məndən lap zəhləsi gedər. Elə bilər ki, gəncə qumarbazıyam. Yaxşı, belə qoysam, vay, 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 onda da şamaxı lotusuna oxşayaram ki. Yaxşı, bəs mən necür eləyim? Yaxşısı budur ki, baş aşıq oturaram, onda qızım məndən xoşu gələr. Elə bilər ki, Abrazovulskiyəm. Mən bu kişidən qorxuram. Nə kifir kişidir? Deyəsən məndən qorxurlar. Ziyanı yox, arvad kişidən qorxsa yaxşı. Hanım, seninki saçın bu kadar karadır. Yəqin sen de benim kimi həna qoyursan, hə? Xeyr, həna qoymuram. Mənim başım hələ ağarmayıb. Qocalmayıb ki, həna qoysun. Xeyr, xanım, mənim də saçım ağarmayıb. Mən saqqalıma həna qoydum, qoymadım. Həmişə qapqarı şəvə kimidir. Ancaq bir növ adətkərdə olmuşam. Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətli yanam deyərdi ki, hənamın vaxtı keçəndə başım ağrıyır. Çünki bir növ adətkərdə olmuşdu. Başlap nahaq yeri hənadan söhbət saldı. Heç hənanın yeri deyil. Bilirsizmi? Bir də xanım,